الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره المشركون. اللهم صل على محمد وعلى آل محمد كما صليت على آل إبراهيم إنك حميد مجيد. اللهم بارك على محمد وعلى آل محمد كما باركت على آل İbrahim inneke hamidun mecid. Amma ba'd. Zayıf olduğu halda məşhur olan və dəvətçilərin dillərində dolanan hədislərin bəyanı babından növbəti bir hədisi inşallah oxuyacağıq. Allahın izni və yardımı ilə. O da harramallahu alal ardı an ta'kula əcsadəl ənbiya. Allah azze və cəllə torpağa peyğəmbərlərin cəsədlərini yeməyi haram etmiş bir hədisidir. Bismillahirrahmanirrahim. An Əbil Əş'əsi Əs-San'ani an Avs ibn Avs qala Rasulullah sallallahu aleyhi və səlləm İnne min afdali eyyamikum yevmel cum'ah fihi xuliqa Adem ve fihi nefha ve fihi sa'qa fe akthiru aleyye min salati fihi fe inne salatakum ma'rudatun aleyh. فقال رجل يا رسول الله كيف تعرض صلاتنا عليك وقد أرمت يعني بليت فقال إن الله حرم على الأرض أن تأكل أجساد الأنبياء. Yani bu hadisin məzmunu budur ki, Resulullah sallallahu aleyhi ve sellem cümə gününün fəthətindən danışır. Deyir ki, günlərinizin ən əfsəli cümə günüdür. O gün Adəm yaradılmışdır. O gün nəfxə, yəni sura üfürmək vardır. O gün sa'qa, səhv etmirəmsə, dirilməyə deyilir. Allahu aləm. Həmin şey vardır. Həmin gündə olacaqdır. Yəni sa'qa və həmin gün deyir, mənə salat etməyi deyir, artırın, çoxaldın. Sizin mənə salat etməyiniz, yəni xeyirdə etməyiniz mənə ərz olunur. Bir kişi dedi ki, Allahın Rəsulu, necə sənə özün salat, yəni xeyirdamız ərz olunacaq ki, sən artıq çürümüş olacaqsan. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm cavabında, və həqiqətən Allah torpağa peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir. Lafz Abi Kilabə min afdali eyyamikum yevmul cum'ah fihi xuliqa Adem və fihi qubid və fihi nefha və fihi sa'qa fe akthiru aleyye mine's salati fihi fe inne salatakum ma'rudatun aleyh. فقالوا يا رسول الله وكيف تعرض عليك صلاتنا وقد أرمت يعني وقد بليت قال إن الله عز وجل حرم على الأرض أن تأكل أجساد الأنبياء صلوات الله عليهم. Bu da yaxın lafzlarla olan başka bir metindir. Sadece olarak orada Adem aleyhisselamın yani ölmesi de hemen günde olduğunu değilmiştir. أخرجه أحمد والدارمي أخبرنا عثمان بن محمد وأبو داود قال حدثنا هارون بن عبد الله وفي رواية قال حدثنا الحسن بن علي وابن ماجه قال حدثنا أبو بكر بن أبي شيبة والنسائي قال وفي الكبرى قال أخبرنا إسحاق بن منصور وابن خزيمة قال حدثنا محمد بن العلاء بن كريب وفي رواية قال حدثنا محمد بن رافع ثمانيتهم أحمد وعثمان وهارون والحسن وأبو بكر بن أبي شيبة وإسحاق وأبو كريب وابن رافع عن حسين بن علي الجعفي عن عبد الرحمن بن يزيد بن جابر عن أبي الأشعث فذكره في رواية أحمد أوس بن أبي أوس. Deməli, bu hədisin müxtəlif qaynaqlarda keçən rivayətləri zikr olundu burada, başlıqları, sənəd başlıqları və hədisi rivayət edən 8 ravi, yəni ayrı ravilər. Onların hamısı Hüseyin ibn Ali el-Cu'fi'dən, o da Abdurrahman ibn Yecid ibn Cabir'dən, o da Əbul Əşrəsdən rivayət etmişlərdir. Əhmədin rivayətində isə Avs ibn Avs deyildi, Avs ibn Əbi Avs deyə keçmişdir. قال ابن حجر ذكر البخاري وأبو حاتم وتابعهما ابن حبان أن حسين بن علي الجعفي غلط في عبد الرحمن بن يزيد بن تميم فظنه عبد الرحمن بن يزيد بن جابر كما جرى لأبي أسامة فيه النكت والظراف 36 و700 وألف. Deməli, İbn Həcər deyir ki, Buxari, Əbu Hatim və həmçinin zikr etmişdir, həmçinin İbn Hibban onlara yəni tabi olmuşdur bu məsələdə ki, Hüseyin ibn Ali el-Cu'fi Abdurrahman ibn Yezid ibn Təmimdə səhv edərək onu Abdurrahman ibn Yezid ibn Cabir olarak kabul etmiştir ki, necə ki, Əbu Usama da bunu belə etmişdir. Nükat və Zaraf kitabında 1736-cı rivayətdə İbn Həcər bunu deyir.
الحسين بن علي ابن الوليد الجعفي الكوفي المقرئ ثقة عابد من التاسعة، مات سنة 3 أو 400 وله 85 sene. Yani ölüm tarihini dikiliyor şey 3. ve daha doğrusu 203 ve 204. yılda ölmüştür. Olanda 84 ve 85 yaşı vardır. Yaşı olmuştur. Güvenilen ve abid birisidir. قال ابن أبي حاتم سألت أبي عن عبد الرحمن بن يزيد بن تميم قال عنده مناكير يقال هو الذي روى عنه أبو أسامة وحسين الجعفي وقال هو ابن يزيد بن جابر وغلط في نسبه ويزيد بن تميم أصح. الجرح والتعديل مجلد 5 صفحة أو الرواية 23 و400 و1000. Deməli, El-Cərh və Tədil kitabında Abdurrahman ibn Əbi Hatim deyir ki, atamdan Abdurrahman ibn Yazid ibn Təmim haqqında soruşdum. Dedi ki, onda münkərlər vardır. Deyilir ki, o ve Ebu Usama ve Hüseyin el-Cu'fi o ikisi ondan rivayet etmişler ve demişlerdi ki o İbn Yazid İbn Cabir'di ve nisbetinde hata etmişlerdir. Onun nesebinde hata etmişlerdir. Yazid İbn Temim asahtır. Yani sahih olan odur. Ki Yazid İbn Temim'den rivayet etmişlerdir ve deməli o iki ravini arasında karıştırmışlardır. Həmçinin bu barədə Tarixul Kəbirdə də Buxari rahmetullahi aleyh deyir ki, Abdurrahman İbn Yazid İbn Temme Sulami Eşşami an mahkulun sami'a minhu'l Valid İbn Muslim indehu manakir. Yani deyir, bu ravinin təqdim edib deyir ki, onda münkərlər vardır. Və yuqalu huvəl-ləzi rava anhu əhlül kufəti Əbu Usamətə və Hüseynu fəqalu Abdurrahman İbn Yazid İbn Cabir. Bu həmin adamdır ki, Kufə əhli ondan rivayet etmişdir. Əbu Usama və Hüseyn el-Cuhfəni deyir və demişlər ki, Abdurrahman İbn Yazid İbn Cabir. Əslində Yazid İbn Təmimdir o. Yəni əsas problem odur ki, bu iki ravi, bu iki Abdurrahmanları qarışdırmışdır. Aralarını qarışdırmışdır. Və Abdurrahman ibn Yazid ibn Təmim haqqında məsələn Əbu Davud deyir ki, Mətrukul hədis. Həddəsə anhu Əbu Usamətə və qalətə fi ismihi. Qalə həddəsənə Abdurrahman ibn Yazid ibn Cabir Əş-Şami və kullu mə cəə an Əbi Usamə an Abdurrahman ibn Yazid fə innəmə huvə ibn Təmim. Deyir ki, Mətrukul hədis, hədisi tərk olunan birisidir. Mətrukul hədis şiddətli tad'if siğasıdır. Yani tad'if sözüdür. Deyir ki, Əbu Usam ondan rivayet etmiştir və ismində xata etmiştir və demişdir ki, bizə Abdurrahman ibn Yazid ibn Cabir Əş-Şami danışdı. Bu Əbu Usama'nın Abdurrahman ibn Yazid ibn Cabir ettiği rivayətlərin hamısı Abdurrahman ibn Yazid ibn Təmimdən gələn rivayətlərdir ki, ibn Təmim də zəifdir. Yəni qısacası, xülasə olaraq bu rivayətin mədarı, yəni donub dolaşdığı yer hamısı bu ravidən gəlir. Bu ravi isə Abdurrahman ibn Yazid ibn Təmimi Abdurrahman ibn Yazid ibn Cabir olaraq tanımlamışdır ki, bu da xatadır. Abdurrahman ibn Yazid ibn Cabir güvənilən ravidir. İbn Təmim isə Əbu Davud rahimehullah dediyi kimi mətrukul hədisdir. Hədisi tərk olunan birisidir. Və axiru da'vanan elhamdülillahi rabbil alamin.